Hardayıq? Xırdalanda. Xırdalanda möhtəşəm bir dənə, bax belə bir geniş, saray kimi ev tapmışam sizə. Xırdalanın elə bir yerində yerləşir ki, Milyançılar məhəlləsində super təmir olunmuş 3 mərtəbə. Bax buradan, göstərək, bu hissədən qaraja daxil olmaq üçün yerdir. Sənəti kupça, paket kupça, ipoteka yararlı. Bu hissədə güləkmək üçün yer nəzərdə tutulub. Kurqom göstərək, bax bir dənə evin geniş küçənin üzərində yerləşir. Bax, görsən bu hissədən də güləksən, evin qarşısında işıqları. İndi isə daxil olaq evin həyətinə doğru. Həyətidir. Gördüyün kimi bir dənə möhtəşəm həyəti var ki, gəl görəsən. Bax, burada qəşəng geniş. Maşının yeri buradır. Bu hissə. Gəl göstər. Pultla idarə olunan qarajı gördüyün kimi rahat açılıb bağlanan. Ev çox möhtəşəm bir evdir. Nəzərinə çatdıram ki, 8-9 otaqdır. Bura isti döşəmədir. Bu hissə manqalxana kimi istifadə edə bilərsiniz. Gəl bura. Sağına, soluna, arxa hissəsinə keçmək üçün yerlər mövcuddur izləyicilərimiz. İndi isə keçirik hara? Hara keçirik? Evin içərisinə doğru. Bu evin daxilidir. Baxın, giriş hissəsi bu hissədə yerləşir. Yerlər isti döşəmə olduğu üçün heç bir radiatordan istifadə olunmayıb. Beton monolitdir. Hər mərtəbə arası beton monolit. İndi isə keçirik ikinci mərtəbə. İkinci mərtəbə bura. Pləkanları gördüyün kimi səliqəli, yorucu bir pləkanlar deyil. Qalxmaq çox rahatdır. Burada evin köməkli bir yataq otağıdır. Hamam və sanuzel çox geniş ölçülər. Hər mərtəbənin özünün sanitar qovşağı da mövcuddur, hamamı da. Bir dənə belə gün düşən, 2 pəncərəli geniş mətbəx. Mətbəxi də təqdim etdik.